Bağçılıq deyə. Qardaşım elə danışırsan, mən də istəyirəm də çıxım o ucuz pirajkidən zaddan yeyim ləzzətli. Prosta köp verir də mənə, bədənimə düşmür. Mənə zəhmət olmasa well-done bişirilmiş steak, bir də ki appetizer kimi balıq kürüsü. Mənə isə su. Ən yaxşısını sən eləyirsən, mənim qardaşım. Sudan gözəl nə var bu həyatda? Brat, şalvarın qiyməti 350 manat deyir. Brat, mən də keyfimdən giyinmirəm ki, bunu ucuz şey giyinəndə səpki verir də mənə. Maşallah, brat, böyük eviniz var. Brat, danışırsan belə, bunun baseyni var, qazonu var, təmizliyi var, bağbanı var, saunası var. Rol o qədər qəşəng oynayır ki, hər gün mənim əsəblərim pozulmağa başladı, sən öldürəm. Mən hələm kommunaldan danışmıram, zülüm deyə. Təzə maşın da xeyirli olsun, brat. Hə, o biri maşını da satdım da. Günə 200 manatlıq benzin içirdi. 6-5 motor çatdıra bilmirdim ki, mənim qardaşım. Şey deyə, mən sənə borca pul vermişdim. Onu nə vaxta qaytara bilərsən? Allah, heç yeridir, qardaşımsan. Adam çıxardar dostuna bir dənə 100-lük verər. Deyər ki, ala bu sənə benzin pulu. Bu nə hərəkətdir? O qədər varlıdır, hər də pulun səbən deyir. Brat, səhv başa düşməyin, mənim vəziyyətim də yaxşı deyil, pula Allah, ehtiyacım bəsdir sən can ağlama. Demək istəyirsən ki, sənin üstündə bir dənə 50-lik də yoxdur. Yox, Allah, 20-lik, yox. 10 manat. Allah, heç olmasa bir dənə 5-liyin də yoxdur. 5'lik var. Allah, vəsə da, brat, bu da mənim şirinliyim. Mən səninlə nə vaxtsa pul söhbəti eləmişəm. Ürəyimi sıxmaya belə şeylərə görə. Belə dostum olsaydı onun həyatından çıxardım, əmin olun. Məncə rəşd var, yüngül var, biraz pul tapan kimi, elə hilal kimi olacaq o da.